dostlar, bugün sizlerle birlikte Hindistan məhsullarını yoxlayacağıq. Burada deməli nə var? Instant bill yazılıbdır. Dəqiq bilmirik nədir. Sonra Bujiya sev yazılıbdır. Burada yazılıb atışdırılmaq üçündür. Qızardılıbdır. Burada belə bir şey var. Nədir bu? Kətan toxumundan küncüt toxumudur. Qovrulubdur. Bunu zəmtəmsə az. Burada da nə var? Mən bunu bənzətdim. Semiçkadır. Sonra boranı toxumudur. Yəndə içində biraz zəncəfil dadı gəlmişdi. Digər o nədir bilmirik. Yemişsən sən onu? Mən yemişəm, amma Ayuz yeməyib. Ona görə baxacaq. Bir də belə bir konfet var idi. Avokadoluydu. Bəzi yeyənlər demişdi ürəyimiz bulanıbdı. İndi bilmirik necə olacaqdı. Aha, Ayuz yoxla. Bir də belə bir şey var. Bu halvadır. Halva. Anam halva dedi. Mən halva oxşatdım, amma Ayuz yeməyibdim. Baxaq indi. Halvaya da baxacağım. Təbii ki. Aha. Birinci Bujiya sevi. Yoxlayaq. Bu xoşuma gəlmişdi deyəsən. Nədir? Normal hazır sup. Bu elə ki hazır suplardır, amma bu qovrulmuşdur. Amma Yəni mən başa sadəsi. düşmədim açıq onu. Biz belə yoxladıq. Dasıdır. Məncə bunu hazır yemək olur yəni ki. Sən tədrinaz üstündə yəni yazılmayıb ki, üstündəki bunu qaynadın və s. hazır yemək olur. Digərinə baxaq Ayız. Buna baxaq. Deyirlər ki, bu acıdır. Bu da acıdır. Bu da acıdır. Qeyd eləyək ki, hamısı acıdır. Bu üstünün şəkli belə bir şeydir. Görək nədir indi. Bax bununla çoxlu. Aç baxaq. Baxışla Allah gəlməsin. Əlivi. Nə bilim. Bax bu belə bir şeydir. Sizə görə xoşuna gəlməyən şey. Bu da nələsə partlamışıdır. Amma dəqiq bilmədik. Deyəsən içində düyü də var. Bu bilmirəm. Baxım. Bu piçeniyə oxşuyur elə adicə. Amma çox acıydı, onu deyə bilərik. Aha. Necədir? O deyil. Aha. Və əlimə tök göstər. Belə bir şeydir. Boğuldum. Kameram nəsə... Su. Videoda yandırsın. Videomuzu su ilə davam edirik. Deməli, bunun maraqlı xüsusiyyəti nədir? İçində həm şirin var, həm duzlu var, həm də acı var. Bunun baharatlı forması bunun Əlviyyatdır. içində var. Aha, bundan yeyim. Bunun içində